Amerika Birləşmiş Ştatları və Çin Cenevrədə keçirilən danışıqlardan sonra ticari barışıq əldə ediblər. Tərəflər tarifləri əhəmiyyətli dərəcədə azaltmaq barədə razılığa gəliblər. ABŞ Maliyyə naziri Scott Bessent bildirib ki, hər iki tərəf tariflərini 115% azaldacaq. Beləliklə, ABŞ-nin Çinə qarşı rüsumları 30% təşkil edəcək. Çinin tarifləri isə 10% endiriləcək. Razılaşma 14 mayadək icra olunmalıdır. Bessentin sözlərinə görə, hər iki ölkə balanslaşdırılmış ticarətdə maraqlıdır və danışıqlar zamanı böyük hörmət nümayiş etdiriblər. Tərəflər iqtisadi əlaqələr üzrə müzakirələrin davam etdirilməsi mexanizmini də yaradacaqlar. Müzakirələr növbə ilə Çin və ABŞ-də ya da razılıq əsasında üçüncü ölkədə keçirilə bilər. Bu barədə Ağ Ev məlumat verib. Xatırladaq ki, əvvəl rəsmi Vaşinqton Çin malları üçün rüsumları 145%-ə qaldırmışdı. Pekin isə buna cavab olaraq idxal məhsullarının tariflərini 125%-ə çatdırmışdı. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mirat TV.